Doppler ultrasəs müayinə damarın içərisini göstərən bir gözdür. Biz Doppler müayinə etməklə bir insanın anatomik olaraq, yəni Allahın verdiyi olaraq bu damarlar harda yerləşir, bunların ölçüləri nə qədərdir, bunlarda qan axını necə gedir kimi suallara cavab verə bilirik. Bundan başqa problemimiz varmı? Varsa hansı həcmdədir? Məsələn, damar tıxanıqlığı mı var? Yaxud da ki, damarın yanında bəzən duplikasiya deyirik, ikili bir damar problemi olur. Yaxud da ki, damar tıxanmış bir formadadır, yoxsa genişlənmədir. Qan axını normaldır, yoxsa geriyə qan axını var və ya zəifləmişdir. Yəni, bunların hər birinə cavab verə bilir. Ən vacib məsələ isə xəstənin şikayətlərinin, probleminin bu damarla əlaqəli olmadığını təyin edə bilirik. Bundan başqa bu insanın həqiqətən də əməliyyata ehtiyac olmadığını təyin edə bilirik. Ümumiyyətlə pasiyentlərə tövsiyəmiz, əgər əməliyyat qərarı verirsinizsə, əməliyyat edən həkimin özü tərəfindən Doppler müayinənin olunması ən vacibidir. Bunlara diqqət etsinlər. Çünki bir həkim tərəfindən Doppler müayinə olundu, orada olan görüntü digər həkim tərəfindən təsvir oluna bilməz. Təsvirin olunması üçün real nəticəni dəyərləndirməkdən ötürü əməliyyat edən həkimin özü tərəfindən də, yəni onun gözləri tərəfindən də Dopplerlə təkrar dəyərləndirilməsi vacibdir. Bu baxımdan biz bir daha dedik ki, Doppler müayinə bir həkimin, bir cərrahın görən gözüdür.